Yeniden axşamınız uşaqlar. Bugün yenə riyaziyyat dərsi ilə qarşınızdayım. Bugün yenə riyaziyyat işləyəcəm. Keçən dəfə natural ədədləri işlərini qurtardım. İndi adi və onluq kəsir işləyəcəm. Dünən qaydalarına baxdım, təmiz öyrəndim. İndi isə adi və onluq kəsiri başlayacağım. Başlayacağım deyəndə, yəni artıq 77-dəyəm. Xeyli işlədim. Qurtardım natural ədədləri, çoxdan qurtarmışdım. İndi olimpiyat olacaq, olimpiyadadan riyaziyyata hazırlaşmalıyam. Riyaziyyatdan istəyirəm ki, natural ədədləri güvənlə buradan işləyim. Çünki zəifəm də. Boynuma alıram, həqiqətən zəifəm mən riyaziyyatdan. Amma çox xoşuma gəlir. Neyse. Geçen dəfə Hüseyin müəllimi demişdim, o akademidirədir o. Bu səfər Hüseyin müəllim yox, başqa bir müəllimdir, amma bu da qəşəng başa salır. Qısaca bu akademin müəllimləri dərsən çox savadlı, dərsi qəşəng izah edən müəllimlərdir. Ona görə çox bəyəndim. Onda bura bir 30 əlavə edək. Belə bölək. 30-un içində 11, 2 dəfə də çıxdıq 11-i, 2 yalanı 22-ni. 8 qaldı. 8-in içində 11 yoxdur. İmtahan aprelin 26-sı olacaq, buraxılış imtahanımız. Azərbaycan ilə qorxmuram. Fransız dilində də qorxmuram. Güvənəm hər iki fəndən özümə yaza biləcəyimə. Ancaq riyaziyyatdan biraz narahatam ki, birdən yaza bilməsəm qorxusu var yəni. Məncə bütün abituriyentlərdə, şagirdlərdə, tələbələrdə bu qorxu məncə var. Amma məncə çox çalışsam, çalışıram əslində, hələ də yenə çalışıram, amma məncə əvvələ baxanda indi daha çox və üstünə daha çox düşmüşəm deyə məncə daha yaxşı yaza bilərəm. Qrup fənlərindən də, digər fənlər, humanitar fənlərdən də mən birinci qrupam, yəni fizika, informatika, kimya alt qrup olaraq mən informatikanı seçdim. Kimyanı yəni xoşlanmıram deməyim, amma marağım yoxdur. Neysə, uzatmayayım, başlayayım dərsə. Nə qədər sıfır artırmaq olurdu? Buna bir kəsir kimi baxa bilərik də, yəni 30,000 kimi baxsaq. Sıfır artırdıq. 80-in içində 11, neçə dəfədir? 8 dəfədir, yoxsa 7 dəfədir. 7 dəfə 11, 77, çıxdıq 77-ni. Neçə qaldı? Demək olar, adi və onluq kəsiri bitirirəm. Bitirəndən sonra deyirəm buradan işləyim. Çünki test topusundan buradan baxdım həllərinə, bəzilərini yox, əslində hamısına. Ancaq həqiqətən başa düşürəm də. Yəni köçürmürəm. Məktəbə gedirəm. Məktəbdə bunu təzədən dəftərimə yazıram. Baxmadan həllərinə. Gördüm bilmədiklərimi də arxadan yazmışam həllərini baxıram da. Buradan yazıram. Başqa bir məktəbdə bunu təzədən yazıram. Evə verdiyində müəllim bunu təzədən yazıram. Bunu təzədən yazandan sonra bilmədiklərimi arxadan baxıram cavablarını. Yəni nə deyim? Özümü sualı öyrəşdirirəm də. Köçürmürəm. Qətiyyən. Köçürmürəm. Həqiqət köçürmürəm də. Neysə. Qutunu da baxın görüm bu suallarında nətərdir? Asandır, çətindir. Faiz. Adi kəsilərin sayını təbii. Asan. 1, 2. C bəndi. Məxrəci 12, 12 düzgün kəsir var. 11 dənə biri bəndi. Sürəti 6, 12 düzgün 11 kəsir var. 6 dənə. Sürəti 6 olan neçə? 1-də 6, 2-də 6, 3-də 6, 4-də 6, 5-də 6, 6-də 6 C bəndi. A neçə qiymətində düzgün olmayan kəsir olar. 1 2 3
4, 5. 5 dənə C bəndi. Kondensatör qiymətində K kəsib düzgün. 6 dənə də dəysən. 10-da 9, 11-də 9, 12-də 9, 13-də 9, 14-də 15-də 5 dənə. Asan da yəni. Amma ben bunları əvvəl yazanda, öz-özümə yazanda bunlar mənə çətin gəlirdi. Həqiqətən deyirəm, çətin gəlirdi bunlar mənə. Amma indi asan gəlir. Əvvəl çətin gəlirdi, indi asan gəlir. Niyə bilmirəm, çünki bəlkə də başa düşmüşəm deyə, bilmirəm niyə, amma indi asan gəlir bunların hamısını. Yəni məsələn, bunların hamısını yaza bilərəm. Oo, 114. Bir dənə buna misala baxın. Bu nə sualdır? Çətin suala oxşuyur, amma bunun həllini yaza bilərəm, məncə. Yoxsa yazanmaram. Yazanmaram, eləyənmərəm sözlərini yığışdır. Yazarsan da, bacararsan da, keçərsən də 190 dənə misaldır, halaldır. Maşallah. İndi gedim Rəsula, qardaşıma tənlik dərsini başlayalım, bilsin. Biraz fasilə demiş olaram. Əla, çox qəşəng keçdim dərsimi, tənliyi öyrətdim. Dava ilə, qırğınla, müharibə ilə, öldürə-öldürə, deyə-deyə öyrətdik, qandı. Əsə qanılmayası bir şey yox idi. Neysə, ondan. Mən niyə bunu bağladım? 126 dənədir. Asan suallardır. Həqiqətən bu deyim, test topusu asan suallara oxşuyur. Güvən biraz çətin suallardır. Güvən həqiqətən çətin deyil. Görən OTK-ya gedim. Asıldır. Əşi, biraz mahnıya qulaq asın, birazdan başlayarım. Olsa bax, 5-ci gündür. 5-ci gün ancaq, yenə çəkənəm yəqin 5-ci gün, ancaq riyaziyyat işləyəcəm, həm güvəndən işləyərəm. Yox, 5-ci gün həm güvəndən işləyərəm, həm də ki, test topusundan işləyərəm. Bir məhsulu tənliklərdə olsa dərsim, güvəndən. Burada adi onu kəsir dəyək. Bağlayayım, birazdan gəlib başlayarım. Deyib, bu sual tapdım ki, neysə. Uşaqlar, fasilə verdim biraz, amma bilmirəm riyaziyyatın hansını işləyim. Yoxsa güvəndən işləyim, orasını bilmirəm. Yoruldum həqqı. Məktəbin tapışırıqlarını yazmamışam. 1-ə 12 ilə 72 çıxdı. Sabaha riyaziyyat yazıram. Fizika müəllim yox, keçmədi bugün. Azərbaycan dili test topusudur. Fransız hazırlıq keçəcək. Ədəbiyyat, həyat bilgisi, musiqi. Deməli, bir də riyaziyyatdır, bir də fransız dilidir. Bunları oxuyacağım. Neyse. Başlayayım. Daha ne qaldı işini siləyim ki. Daha 36 tane qaldı. 36 tane şey yazaram. Hamısını yazım. Sonra keçim güvənə. Uşaqlar, bir dənə misal var idi. 101-ci sual. Onu həllinə baxmadım. Özüm yazdım. Sonra dedim. İndi yazdım həllində. C variant tapışam. Həllini yazdım hamısının. İnşallah. Həllini düz yazmış olaram. Baxaq. Sizə baxın. Bu da 100. Həllini belə tapdım. Qarakuru oldu, amma işləməz. C variantı. Ardasa 26-27 sualımız qalır. Keçdi 101-ci sual. Kəsələr ayrı-ayrı hesaba sahib işlərə işlədir. Bir ilə 2-də 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 3 çəkir. Yəni 2-də 2-də çaldan 2-də 1 var. Bu da nə deməkdir? 2-də 3 bölü 2-də 1 deməkdir. Bu da tərsindən uzaq 2-də 3 vur 1-də 2 deməkdir. 2-də getdirik şu an. Eynisini ikinci kəsədə yoxlasaq. Sürət 4-də 5 edir, məxrəc 4-də 3 edir.
etdim. 6-dan 4 nəticə 2 bölsən 2-yə bölüb çıxardım. Yəni 2-də 3 aldım. Müəllimim də cavab 3 tapdım. 3-də 5 tapdım, 3-də 5 tapdım. Hamısını arasında vurma çalışdım. Bunları bir-birinə vuracam. Yəni 3 vuracam. 3-də 5-ə vuracam, 2-də 3-ə. Bərabər quşları yoluna qoysaq, 3-də 5 olsa 15, məxəzində 2 aldım. Mən 2-də 15. 15-də 2 bölündə 7 tam, 2-də 1 düşür. Yəni cavab yəni. Düzcə almışam. Ay Allah, həqiqi sevindim. O əziyyət çəkdiyim bu misalda həqiqətən əziyyət çəkdim, düz çıxıb. Çox sevindim. Ay Allah, inşallah imtahanları verir olar. Yaxşı yazam. Güvənlə, özümə güvənlə. NATO adı olmaq faiz. Faizdən üstündə çox duraram. Həqiqət əldə çox duracam. Hamısı üstündə çox duracam, amma əsasım faizdə. Həndəsədə, çünki həndəsəm, şükür. Həndəsəm həqiqətən mənim çox zəifdir. Vaxtınız xeyir uşaqlar, məktəbdən təzə gəldim. Gələn kimi də hazır gedəcəm, birazdan başlayacağım. 14, 16, 16 dəqiqə işləyir. Tamamda 50-də 10 dəqiqə qalmış çıxaram. İndi gedim tez yeməyimi yiyeyim ya da yoxdursa pişirim. Sonra da hazırda gedim, müəllimə təzə suallar tapmışam. Sərxan müəllimə Telegramdan tapmışam. Deyəcəm ki, bunları başsal. Evdən çıxdım, gedirəm hazırlığa. Heç bu qədər mahnı qulaq asası gedim hazırlığa. Sonra da qayıdım gəlim, riyaziyyat işləyim yerəm. Sabah Azərbaycanlı, Fransız dili hala hazırlığım var, ona işləyim. Bugün geçər müəllimliyin tutmuş deyənə riyaziyyat müəllimliyim. Riyaziyyatdan, sinifimizdən uşaq var, ona dərs keçdim, natural ədədləri keçdim, adi vonlu kəsirə keçdim, test topusu üzərində işlətdim. Sonra da Azərbaycanlı keçdim. Bu maşın yol səsləri qoymayacaq maşın. Keçdim, işte bu qədər. Qəşəng izah elədim, həm də özümdə təkrar eləmiş oldum. Az qaldı çatıram. İçməyə pul alırdım həmişə. Amma bilən geçən müəllim pazar deyir ki, olmaz. Ziyanlıdır. Mən də kopya aldım. Çox peşəkdim. Hazır az qaldı otağım. Çatıram. Hazırdan çıxdım. Qayıdıram evə. Yine hava çox qəşəng. İstəyirəm yağış yağsın, yəni qar yağsın, hava soyuq olsun. Hər nəsə, indi evə gedim. Biraz dincəlim, saat 5-də. 6-da da başlayayım, 6-ın yarısı falan başlayayım dərsə. Bir də mən qalmışdım, qalan hamı çıxıb getmişdi. Bir də mən qalmışdım, əlavə biraz qaldım, yenə müəllim. Verdim, sualları verdim və qandım çox qəşəng. Çox ədilən idi, bir də kəsir, onluq kəsir, adı kəsir, bir də natural ediləyim. Neyse, nə olsun 20-də. Evə gəldim, amma saat 6-da başlamadım da, nə də 7 yarısı, 6-ın başı yarısı başladım. Saat 7 qalıb 7 dəqiqə, indi oturdum kompüter qarşısında riyaziyyatı yazmışdım, yəni yaxşı keçdi, amma bir dənə sualca bilmədim də, o da düsturla bağlıydı. İndi gəlim sabah Azərbaycanla Fransız dili hazırlığım var. Azərbaycanlı müəllim təkrar vermişdi. Zərfin də mövzusunu zərfi testdən vermişdi, bir də təkrar vermişdi. Fransız dilindən də qaydaydı. Onda sabah keçəcək təzəsini getməyə ərinəm. Nəysə, başlayayım. İndi Azərbaycan oxumağa. Baxın, bu Azərbaycanla zərf olmağına, zərf biraz mənə qəriz gəldi həqiqətən. Çünki biraz çətin oxşuyur. Su içmirəm. Uşaqlar, olimpiyada hazırlaşım deyirəm. Olimpiyadadan yazıldım, riyaziyyat olimpiyadasına. Girim olimpiyadadan misalların həllərinə baxın, PDF-lərdən girim baxın, görüm. Nə qanıram, nə qanmıram, nə bilirəm, nə bilmirəm. Azərbaycanla bitirdim. İndi biraz da oxuyum. Sonra da Fransız dili oxumuşam olsa. Nə işləyim? Riyaziyyat işləyim. Yine riyaziyyat. Həllərinə baxın. Çox qəşəng cavab verim üçün. Əlaydı. Yalnız bir dənə sənim üçün. Çəkdiyim vloqa baxıram YouTube'da. Necə paylaşmışam, necə düşüb deyə. Orta məktəbdə. Yəni riyaziyyatın bir növbəsi bu.
Yəni məsləhətləri vermişəm, baxan adamlar da bəyənibdi videolarımı. Yəni deyiblər yaxşı çəkibsən, məncə qəşəngdir. Amma həqiqi burnum pis düşür. Bunu niyə belə düşmür? Hə, burnum balacadır normalda. 4 sinif. Nəysə, əsas da yaxşı düşübdüm. Dərsi başlayım təzə. Azərbaycanlı yazdım, bitirdim. Zərfi testi idi. Yazdım, qurtardım. İnşallah düz çıxar. 44 dənə idi ümumi. Yəni az idi. Deyirəm indi fransız dil işləyim. Fransızdan tutmuşam mən. Riyaziyyat işləyim. Müəllim bugün həm məni övdü, həm məni danlayıbdı. İşləyim deyirəm. Riyaziyyat olimpiyadan yazım. Gelim yazım olimpiyadaya baxım. Sualları da dəftərə yazım. Baxım görüm qana bilirəmmi, qana bilmirəmmi. Sonra da dostum var Şamil. Ona atım videonu, video deyirəm. Qeydlərimi riyaziyyatın. Azərbaycan Şamil atım. Oxusun, sabah Azərbaycanlı yaxşı cavab versin. Çünki noyabrın axırı kimi müəllim vaxt veribdi. Neyse, hər şey atıp deməyim. Görüm girəcəyimi. Dondu. Tutmaz tutdu yenə. Hə, şükür. Neyse, bir saat, 1 dəqiqə 30 saniyə gözlətməyim. Bunu bağlayayım, açılanı. Kod nədir? Ay Allah, neyse. Burada yazıldığına göre 2023'ün olimpiyada sualları 9 dekabrda olubdu. Ben 2024 yazdım. Bu 2023-22 getirdi verdiyim ha. Valla bunun başqa fərqli. Məktəbdə deyirlər videoların qəribədir, biri deyir yaxşıdır, biri ağzı məhir. Təbii ki, vecmə deyil, nəvəsiz edeyim, dəxli yoxdur. Xoşuna gələn baxsın, xoşuna gəlməyən xoş getdi. Allah, mən bir danışdım. 9-cu buraxılış qızıl qaydaları. Bunların hamısına bir baxmışam mən. Göstəreyim. Bunların hamısına mən bir baxmışam. Baxın, bunu deyirəm. Mənə gətirib bu sualları verirlər. Birinə girin mənə. De bu. Salam. Bugün sizlərlə birlikdə 2024-2025-ci illərdə Respublika Fen Olimpiyadasının 1-ci tur riyaziyyat suallarından 9-cu sinif suallarının həllinə baxacağıq. Sualların əlinə keçməmişdən əvvəl qeyd edilən kiçik -49 Baxaq. 7 verir ki, Bu danışsın, mən də bunları dəftərimə yazdım. İnşallah yaxşı nəticə yaralanır koduna. Hər hansısa bir ədədin sıfırıncı qüvvəti 1. Uşaqlar, videonu bağlayıram, yəni bitirirəm. Çünki bu gün elə də yəni çox belə dərs oxumalı keçmədi. Əlbəttə keçdi. Azərbaycan ilə oxudum. Riyaziyyat, yəni biraz olimpiyadanın suallarına baxdım. Prosta qeyd eləmədim. Çünki burada yəni başa salırdı da. Biraz ona baxdım. Xeyla hamısına. Kök atdan düşmüşdü. Həm də düşmüşdü. Mənfi müsbətdən düşmüşdü. Yəni asan suallar idi məncə. Mənə asan gəldi bəziləri. Yəni hamısı gəlmədi. Dəqiqə bağlandı. Hə. Girdim videolarıma baxdım, paylaşdığım videolara baxdım, görüm necə düşmüşəm. Hə, bəziləri dedi ki, məktəbdə əl-qol hərəkətlərin pisdir. Xoşum gəlmədi, nə bilim nə. Əlbəttə vecmə deyil.
Bəzi uşaqlar var idi, bəyəndilər, dedilər qəşəng idi, əla demədilər, amma dedilər qəşəng idi, bəyəndik. Davam, yəni belə eləməyə davam et. İnşallah xeyirlisi olsun, heç demirəm, görək necə gedir videolarım. Sağ olun, sağlık qalın.